Marketoloq Samir Mehdiyevin sözlərinə görə, mağazalarda eyni məhsulun zəmanətli və zəmanətsiz qiymətləri arasında 100 manatdan başlayan fərqlər olur. Bu qiymət fərqi məhsula və şirkətə görə dəyişir. Mütəxəssis bildirir ki, zəmanətsiz alınan avadanlıqlar xeyli ucuz olur. Lakin sonradan məhsulda hər hansı problem çıxdıqda bunu alıcı özü qarşılamalı olur. Şərt olaraq bir mobil telefon alırsınız, onu zəmanətsiz alırsınızsa, sabah o telefonda baş vermiş hər hansı bir problemə görə siz sonradan ustaya, servisə və ya digər xidmətlərə görə ödəniş etməli olursunuz. İlkin başlanğıcda, bəli, bu sizi hardasa yanılda bilər ki, şərt olaraq telefonu A mağazası zəmanətli olaraq 100 manata verir, B mağazası zəmanətsiz olaraq 80 manata verir və siz burada 20 manat necə deyirlər, qabağa düşmüş kimi düşünə bilirsiniz. Amma sonradan yaranmış problemlərə görə gördüyünüz xərcləri, yəni cibinizdən çıxan xərcləri hesablamadıqda təbii ki, bu hətta daha çox xərclərə gətirib çıxara bilər. Samir Mehdiyev bildirir ki, zəmanət müddəti də məhsula və ya xidmətə görə dəyişir. Son vaxtlar bəzi mağazalar daha uzun müddətli zəmanət təklif edərək bunu xüsusi marketinq strategiyasına çeviriblər. Bəzi şirkətlər həmin o zəmanət daxilində olan usta və ya servis xidməti xərclərini də zəmanətin içinə əlavə edə bilir və bunu marketinq addımı olaraq müxtəlif adlarla verə bilir. Qızıl zəmanət, super zəmanət və ya bir illik zəmanət və s. Və bu zəmanəti əldə etdikdə siz onun üçün əlavə ödəniş də bəzi şirkətlərdə etməli olursunuz. Bir illik zəmanət alırsınızsa, burada yenə də şərt olaraq rəqəm 100 manat ola bilər. 2 illik alırsınızsa 200 manat, 300 manat və ya buna görə dəyişə bilər və bununla bağlı ən vacib məqam istehlakçının bu rəqəmlərdən öncədən məlumatlı olmasıdır.